Ayaq qangrenasının səbəbi nədir və bunun qarşısını almaq mümkündürmü? Ayaqların qangrenası dedikdə, bu xəstəliyin əsas səbəbi arterial damarların keçiriciliyinin pozulması, ayağa qanın az gəlməsi və yaxud da ki, onun gəlməsinin kəsilməsi və bunun nəticəsində də inkişaf edən çox çətin, çox ağır bir simptoma kompleksdir. Bunun qarşısını almaq üçün birinci növbədə ətrafın müayinəsini aparmaq lazımdır. Ayaqlarından şikayətləri olan, getdikdə fasiləli axsama deyirlər, müəyyən məsafə getdikdən sonra baldırda yaranmış ağrıdan sonra hərəkətini dayandırmalı olan insanlar hökmən damar cərrahına müraciət etməlidir. Çünki bu xəstəliyi vaxtında biz bunun qabağını ala bilərik və getdikcə onun artmasının və son nəticədə ayağın həyatını təhlükə altına almasını biz önləyə bilərik. Bunun üçün Doppler müayinəsi lazımdır. Çox sayda kiçik bir analizlər eləyirik və damar cərrahının baxışı hökmən lazımdır. Ona görə də ayaqlarında problem olan, arterial damarlarında problem olan insanlar ildə bir dəfə, ən azı bir dəfə damar cərrahına müraciət edib damarlarının vəziyyətini bilmələri çox tövsiyə olunur.